yarısında Dünya Çempionatının 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır bu yoldaşlıq görüşü və ilk oyun 2025-ci ildə budur. Futbolçularımız görürsü dəhlizdə artıq ilk addımlarını edirlər. Sumqayıt şəhər stadionunun otörtüyünə. Təəssüf ki, arenada azarkeşlərin sayı çox deyil. Gözləntilər fərqli idi. Sumqayıtda ilk milli oyunda stadionda daha çox tamaşaçının olacağını çoxları düşünürdü, amma belə deyil. İstənilən halda stadiona gələn milli komandamızı dəstəkləməyə gələn hər bir azarkeşə təşəkkür etməliyik və eyni zamanda milli komandamız onları sevindirməyə çalışacaq. Yoldaşlıq görüşü olsa da milli komandamızın qələbələrə çox böyük ihtiyacı var. Sonuncu dəfə ötən ilin iyun ayında yığmamız yoldaşlıq görüşündə Qazaxıstanı məğlub edib. Budur artıq komandalar, futbolçular ilk mövqeylərini tuturlar meydanda və hər beynəlxalq oyundan əvvəl olduğu kimi komandaların təmsil etdiyi ölkələrin dövlət himnləri səslənəcək. Əvvəlcə qonaq komanda Haiti Respublikasının dövlət himni. Lades Salinyen səsləndi. Haitinin dövlət himni 1903-cü ildən, indi isə Azərbaycan Respublikasının dövlət himni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda. Tarixanın şahidi olduq əziz tamaşaçılar. İlk dəfə Sumqayıt şəhərində əsas milli komandanın oyununda dövlət himnimiz səsləndi və bir qədər sonra bu maç start götürəcək. Odur ki, gəlin heyətlərlə tanış olaq. Başlayaq Azərbaycan milli yığma komandasından. Qapıda 1 Şahruddin Məhəmməd Əliyev, 3 Elvin Cəfərquliyev, 4 Bəhlul Mustafazadə, 6 Ozancan Kökçü, 7 Coşqun Diniyev, 10 Mahir Əmirəli, 13 Rahil Məmmədov, 15 Mədavi Hüseynov kapitan sarısı ilə bugün komandamızı meydana çıxarıb, 17 Toral Bayramov, 19 Nəyman Xunzadə və 20 Aleksey İsayev. Bu start 11-liyinə güvənən baş məşqçi Fernando Santuşdur. Onun baş hakimi Türkiyəli Kadir Sağlamdır. İlk püşkü atacaq bir qədər sonra onun köməkçiləri bugün yan xətlərdə həm yerləri Anıl Usta ilə Deniz Caner Özaral olacaq. 4-cü hakim funksiyalarını isə yerli hakim Azərbaycanlı Fərd Hacıyev yerini etirəcək. Xatirə şəklini çəkdirir milli komandamız bugün qırmızı formada çıxış edəcək. Həm qırmızı, həm göy rəngli formalar ev forması sayıla bilər yığmamızda. Ev dəsti sayıla bilər. Bugün məhz belə seçim edib komandamız. Budur. Kapitanlar hakimin yanında. Türkiyə referi püşkü atır və gəlin Haiti yığmasının heyəti ilə tanış olaq. Qapıda 1 Alexander Pierre, 2 Carlens Arku, 4 Ricardo Ode, 8 Martin Experience, 9 Dikens Nazon, 10 Lucius Dontitson, 14 Leverton Pierre,
17 Denli Jean-Jacques, 20 Francis Piero, 21 Christopher Artis ve 22 Jean-Kevin Duver. Baş məşqçi Sebastian Minye'dir. Mikrofon arkasında Süleyman Bəliyevdir və bu oyunun başlamasını gözləyirik. 2025-ci ildə ilk dəfə meydana çıxır İğma komandamız. Daha uğurlu, ötən ildə müqayisədə daha uğurlu il keçirəcəyini, daha çox qələbələr qazanacağını, daha çox qələbələrlə azarkeşlərini sevindirəcəyini ümid edirik və bu ümidlə ilk maçın, ildə ilk oyunun, bu ildə keçirilən ilk oyunun başlamasını səbirsizliklə gözləyirik. Start heyətdə biz adətən görməyə öyrəşdiyimiz futbolçuları görürük. Bugün Millətlər Liqasının qrup mərhələsində keçirilən maçların müqayisədə, daha doğrusu əsasən bunu söyləyə bilərik. Ümumən isə bugün millimizdə debüt edə biləcək futbolçuların sayı kifayət qədərdir. Gəmin gedişatında onlar haqqında danışarıq. Üstəlik şanslar da daha çox olacaq. Yoldaşlıq görüşü olduğundan bu maçda 6 dəyişiklik etmə imkanı var məşqçilərdə. Yəni normadan artıq sayda 6 dəyişiklik etmək imkanı var məşqçilərdə. Qısa müddət ərzində 4 gün ərzində 2 yoldaşlıq oyununu keçirəcək, daha doğrusu 3 gün ərzində 2 yoldaşlıq oyununu keçirəcək yığmamız. Bu oyundan sonra martın 25-i Bakıda, Bank Respublika Arenada Belarus yığması ilə üzdə gələcək. Fernando Santos'un yetirmələri və bu toplanışdan maksimum faydalı istifadə etmək fikrindədir yığmamız. Aslında dünən artıq Dünya Çempionatı seçim mərhələsi start götürüb sadəcə millimiz 4 komandalı qrupda yer aldığından millimizin qrupundakı mübarizə sentyabr ayında başlayacaq. Və yeri gəlmişkən tərkib yaxın günlərdə artıq sabah tam dəqiqləşəcək. 3-cü komandanın 3-cü rəqibimizin adına gələcək. Bu ya Xorvatiyadakı Fransa olacaq. Son hazırlıqlar Kadir Sağlamdan və hakim işarəsindən sonra oyun başladı. Uğurlar Azərbaycan. Milli komandamızın Haiti ilə yoldaşlıq oyununda qələbə qazanacağına ümid edirik. Topa ilk toxunuşu bizim futbolçular etdi. Dərhal uzun ötürmə irəli Məhlum Mustafazadədən. Burada Dərman Xunzadəni qabaqlayır Jean-Kevin Duver. Haitili müdafiəçi. Haiti yığması əlbəttə ki geniş tamaşaçı kütləsinə o qədər də tanış deyil. Bu yeri gəlmişkən Haiti yığmasının Fransalı məşqçisi Sebastian Minye'dir. Gedişatda, yəni gedişatında Haiti yığmasının nəticələrindən, oyuncularından danışmağa çalışacağıq. Bəzi tanış simalar da var. Herhalde Azərbaycan futbolunu yaxından izləyən azarkeşlər tanış ola biləcək, xatırlaya biləcək simalar da var. Budur Sebastian Minye. Futbolçu karyerisi o qədər də zəngin deyil, amma məşqçi kimi bir sıra yığma komandada çalışıb karyerası ərzində və ötən ildən bəri Haiti yığmasını çalışdırır. Və indi qonaqlar ilk hücum cəhdini reallaşdırmağa çalışırlar. Mərkəzdən gəlirlər. Leverton Pierre. Geri ötürmə. Duver. Sol canaha ötürmə verdi. Martin Experience irəli oynadı. 9 nömrəli futbolçu Dükens'in azon topa çatır və vaxtında onun qarşısını Rahil Məmmədov alır. Gücdən zərbə olacaq. Rahil Məmmədovdan top meydanı tərk etdi. Fernando Santos narazıdır. Bu epizodda son toxunuşun Haiti futbolcusundan olduğunu düşünür Fernando Santos. İlk korner oyunda gəlin izləyə təkrarı. Nazonla mübarizədən sonra Rahil Məmmədovun topa son toxunduğunu qeyd etdi. Hakimlər. Qarşı meydançamızın xətti üzərində sıxlıq yardım Haiti futbolcular ötürmə gəldi. Diqqətli olaq, şahmıcı topu uzaqlaşdırdı. Qaydan topa birinci çata bilmirik. Dafi olunmalıyıq və Şahrudin Məhəmmədəliyev inamlı oynayır, topu tutur. Ona qarşı qayda pozulur. Tez bir şəkildə, sürətli bir şəkildə qapçımızın topu oyuna daxil etməsinə imkan vermədi. Haitili futbolçular Lucius Donditson, daha doğrusu qaydan pozan futbolçu idi. Coşqun Diniyev. Şahrudin Məhəmmədəliyev Bəhlullu oynadı.
Yenidən Şahruddin. Millətlər Liqasının son maçlarında hatırladığınız kimi Rıza Cəfərov milli komandamızın qapısını qoruyurdu, amma bugün Şahruddin Məhəmmədəliyev və güvəni Fernando Santos. Şahruddin o dönəmdə zədəli idi, amma Rıza heç də pis göstərməmişdi özünü. Ümumiyyətlə milli komanda formasıyla keçirdi. 3 oyunun ikisində qapısını topluma saxlamağı bacarıb. Sözsüz İsveçlə oyun burada istisnadır. 6 gol buraxdı Rıza həmin maçda, amma Rızanı həmin qollarda günahlandırmaq, en azından əksəriyyətində günahlandırmaq yəqin ki doğru olmaz. Üstəlik onu nəzərə alsaq ki, Rıza Cəfərov bir penalti zərbəsində dəf edib həmin oyunda. Amma Şahruddin Məhəmmədəliyev əlbəttə ki, milli komandamızın bir nömrəsidir. Hər halda təcrübəsini nəzərə alsaq, milli komanda formasını keçirdiyi oyunların sayını və sair amilləri nəzərə alsaq, Şahruddin hələ ki bir nömrədir. Və Fernando Santos da elə bu maçda bəlkə də ona start etdi güvənməklə məhz bu mesajı ötürüb. Out açısını yerinə yetirir futbolçularımız. Rahil Məmmədov növbət dəfə o cinah müdafiəçisi rolunda meydana çıxıb. Benimizdə tez sezonu bu mövqedə görürük. İndi Mahir topladı. Mahirin zərbəsi. Top müdafiəçidən qayıtdı. Alexey Isayev. Sol cinah ötürmə Toral Bayramov və Elvin Cəfərqulun cərimə meydançıda Elvin ötürməsi. Son anda müdafiəçilər topu uzaqlaşdırırlar. Hücum davam edəcək. Daha bir ötürmə cəhdi və korner bu dəfə Ayet Yılmaz'ın qapısı önündə. Ricardo Ode'dən top meydanı tərk etdi. Təhlükəli gəldik. Hər şey Mahir Emre'nin uzaq məsafədən zərbə indirmək istəyi ilə başladı. Cəhdi ilə başladı. Daha sonra sol cinaha hücum keçid etdi və sadəcə son ötürməni dəqiq verə bilmədi futbolçularımız. İndi Alexey Isayev gün zərbəsini yerinə yetirir. 4 futbolçumuz cərimə meydançasında ötürmə gəldi ön dirəyə. Mahirin zərbəsi alınmadı və topu uzaqlaşdırır Hayitili müdafiəçilər. Coşkun Diniyev. Yaxşı oynadı millimiz. Elvin Cəfərquliyev. Toral Bayramov. Toral ara ötürməsi keçmir. Toral və Elvin hər ikisi bugün eyni cinahda yer alıb. Toral millidə adət etdiyimiz kimi daha hücuma meyilli mövqeyi seçir. Yarım müdafiəçi hətta winger adlandırmaq olar onu. Və burada Rahil Məmmədov növbət dəfə Zükens Nazon'la mübarizədə topu qazandı. Komandamız üçün. Və top meydanı tərk edir. Out olacaq. Yan xəttdən Elvin Cəfərquliyev topu oyuna daxil edir. Baxaq burada Nazon onun ayağına zərbənin indirildiyini iddia edirdi, amma Kadir Sallan fərqli fikirdə idi. Bədavi Hüseynov. Şahruddin. Bəhlul Mustafazadə. Rahil. Mahir Emre'li top saxladı. Top meydanında qoruya bilmədi, amma qayda pozuntusu var idi. Leverton Pierre. Qaydan pozan futbolçu idi. 2 Pierre soyadlı futbolçu var bugün Hayit Yılmaz'ın heyətində. Qapçı Alexander Pierre və yarım müdafiəçi Leverton Pierre. Qohum deyirlər, qeyd edim və Piero soyadlı hücumçu da var. 20 nömrəli forward. Jean-Kevin Duvern mərkəz müdafiəçilərindən biridir. Hayit Yılmaz'ın da onunla yanaşı Ricardo Ode mərkəzdə yer alıb. Burada isə topu meydanda saxlaya bilməyən futbolçu Martin Experience idi. Out'u yerinə yetirməliyik. Rahil Məmmədov. Polşada Radomek klubunda karyerasını davam etdirən futbolçumuz indi. Out açısını yerinə yetirir. Heç uyğun variant tapa bilmir. Və artıq hakim Rahil geriyə çəkilməli olduğunu bildirir. Türkiyəli referi. Alexey Isayev boş mövqedə topu qəbul etdi. Bədavi geri oynayır yenə də. Şahruddin yenidən Bədavi Hüseynov. Toral Bayramov. Biraz səliqəsiz ötürməkdir, amma Alexey Isayev vaxtında reaksiya göstərərək topu komandamızda qorudu. Uzun ötürmə. Elvin Cəfərquliyev istiqamətində qabaqlayır onu. Arku. Cinah müdafiəçisi. Ayet Yılmaz'ın heyətində. Mahir Emre'li.
Xavi. Nərman Muzadə offside idi. Burada yan xətt hakimi bayrağını havaya qaldırdı. Nərman offside-da idi. Nərman milli komanda forması ilə 5-ci oyununu keçirir. Hələ ki, qol hesabını açmayıb millimizdə. Bilək ki, bugün bu hadisə baş verəcək. Hücumçularımızın məhsuldar oynayacağını ümid edirik. İkinci kez Nazon Piero ilə paslaşdı. Ayçi hücumdadır. Nazon sancılaha ötürmə verdi. Cəfər Quliyev topu ala bilmədi. Ardınca zərbə meydan çapısına daxil oldu. Ayçi futbolçular zərbi bucaqdan qaydan top və top qapımızdadır. Top qapımızdadır. Gol qeydə alınır. Fransi Piero hesabı açdı. Erkən qol buraxırıq. Ayçılması ilk dəfə belə təhlükəli şəkildə oyun epizodunda qapımıza yaxınlaşdı və dərhal hesabı açdı. Şahidin Məmmədəliyev ilk zərbəni dəf etdi. Amma top düz Piero'nun önünə düşdü. O da boş qapının dəqiq nişan aldı. Gəlin izləyək epizodu. Burada Nazon'la Piero paslaşdılar. Daha sonra Sarcınaha çevirdi hücumu Nazon. Elvin Cəfər Quliyev topu ala bilmədi. Daha sonra Bədav Hüseynov da geride qoydu. Ayçili futbolçu offside də yox idi görürük təkrarda və Şahid Məmmədəliyevdən qaydan topu Fransi Piero qapıya göndərdi. Ötən yay Maccabi Haifa komandasının heyətində sabahla maçlarda iştirak etmişdi Piero və Bank Respublika Arenada komandasının vurduğu qollardan birini də vurmuşdu. 0-1. Lucius Donaldson. Ondan böyle futbolcu ve son golünün en büyük pay sahibi oldu. Bir komandamız hücuma keçir sol cinahda. Elvin Cəfər Quliyev topu saxladı. Yerlə ötürmə keçmədi.